İlham Əliyev Mehriban Əliyevəni götürüb Naxçıvana gedib, nəyə gedib, nə üçün gedib nə iş görüb, o barədə inşallah bu axşam yəqin ki, danışarıq. Amma mənim diqqətimi bir maraqlı məsələ cəlb elədi. Hesab edirəm ki, onu sizə də təqdim etmək lazımdır. Hökumət yönlü sosial şəbəkə səhifələrindən biri İlham Əliyevin Naxçıvanda vəz etdiyi statlardan birini yerləşdirib. Orada söhbət nədən gedir? İlham Əliyev Azərbaycan xalqı xoşbəxt xalqdır deyir və əlavə eləyir ki, Naxçıvana keçir. Naxçıvan eyni zamanda Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi ulu öndər bəxş edib. Burada bu statın iki tərəfi var. Biri Azərbaycan xalqı xoşbəxt xalqdır. Xoşbaxtlığın xoşbaxtlıqdan İlk baxışdan iki tərəfi var. İkinci tərəfi odur ki, Naxçıvan Azərbaycan xalqına Heydər Əliyev kimi bir lider bəxş edib. Yəni bunu iki ayrı fraza kimi də təsəvvür etmək olar. İlham Əliyev prezidentdir, fikirləşir ki, o ölkədə qəşəng siyasət aparır, əhali xoşbəxtdir. Sonra da yeri gəlmişkən deyir ki, Heydər Əliyev də Naxçıvanlıdır, çünki Naxçıvandan danışır. Orada oturub danışır. Amma eyni zamanda bir nəticə də çıxarmaq olar bu iki frazadan ki, Azərbaycan xalqı ona görə xoşbəxt xalqdır ki, Naxçıvan ona Heydər Əliyev kimi bir şəxsiyyəti bəxş edib. Mən indi özüm şərh vermək istəmirəm açığı bu stata, bu ifadəyə. Həmin, baxın, bu hökumət yönlü sosial şəbəkə səhifəsində nədir? Baku.s belə bir səhifədir. 15 saat əvvəl, mənim danışdığımdan indi 15 saat əvvəl paylaşılıb. 1300-dən yuxarı bəyənmə var. 247-dən 47 mən oxuyanda əlbəttə burada yorum var. Hamısını əlbəttə oxumayacağam. 32 də paylaşım var. Kim hansı niyyətlə bəyənib, burada çoxlu gülüş işarələr falanlar da var. Ürək işarəsi də var, bəyənmə işarəsi də var, gülüş işarələri də var. Amma mən bəzi yorumları sizə çatdırmaq istəyirəm ki, bu yorumlar burada əksəriyyətdir, dəyərli izləyicilər. Özün kimi də polis gücünə hökumət başında qalanı, belə bir rəy var. Yəni, demək istəyir ki, özün kimi də polis gücünə hökumət başında qalanlar xoşbəxtdir, bəlkə demək istəyirmiş. Növbəti rəy, bir cümlə oxuyub gedəcəm. Bəli, çox dəyərli öndərimiz, müasir Azərbaycanın banisi, uzaq görən siyasətçi Heydər Əliyevi hörmətlə anırıq, coruna min lənət. Xalqın bir üzvü kimi həyat yaşamırıq biz. Azərbaycan xalqının ulu öndəri Rəsulzadədir. Çox xoşbəxtlik. Siz fikir verin, metroda, avtobusda, küçədə olan insanların simasına necə xoşbəxt olmaları hiss edilir. Heydər Əliyevi Azərbaycana Naxçıvan yox, Rusiya bəxş edib. Burada rəylərə və smayliklərə baxıb bu qənaətə gəldim ki, ürək atanların 82 nəfəri çox xoşbəxt insandır. Görünür, 82 nəfər ürək atıb, mən daha əvvəl o detala baxmadım. Vicdanlı adam yalan danışanda utanır, ən azından qızarır. Bu yaramazda heç bir dəfə də olsun belə bir insanlıq əlaməti görübsünüzmü Azərbaycan xalqı? Aha, məsələ aydındır. Heydər Əliyev Naxçıvana çatar-çatmaz demişdi ki, Azərbaycan xalqı elə bir xalqdır ki, başına vur, əlindən çörəyini al, yəqin İlham Əliyev buna görə deyib, Azərbaycan xalqı çox xoşbəxt xalqdır. Düz deyir, bizim bədbəxtliyimizin üzərində bir dəstə adam xoşbəxt olub. Allah rəhmət eləsin ulu öndərimizə Məmməd Əmin Rəsulzadəyə. Maşallah, çox xoşbəxtlik. Bu sözü də olduğu kimi oxumayım. Çünki bundan sonra yazıb ki, dalımızı qaşıyırıq. Zor da əlavə eləyib həmin bu statusu yazan adam ki, o qədər xoşbəxtlik,
qaşımaqdan yara açılıb. Bəli, çox xoşbəxt xalqıq. Milli Məclisdə xorxa-xorla yatan dırnaqarası millət vəkillərinə 8, 10, 20 min manat maaş təqaüd, mənim kimi kirayədə yaşayan Qarabağ veteranlarına ayda 80 manat təqaüd verilir. Azərbaycanda yeganə qurucu prezident Məmmədəmin Rəsulzadə və Elçi bəy olub, o biriləri Rusun tulalığını edib. Bu niyə su mışına oxşuyur? Eyni gələni kimi çox xoşbəxt xalqıq, bandit yalandan özünü tərif etmə. Biz yaşadığımız ölkədə çox millət Azərbaycanı tanımır, Türk deyən kimi tanıyır. O zaman nifrətim daha çoxalır belə yalançıya qarşı. Nəyim xoşbəxt, gözümü daxmada açdım, dünyaya gələndən kasıbçılıqla vuruşuram, evim yox, işim yox, ailəm yox, balam yox. Nəyim xoşbəxtdir, ölüm istəyirəm. Allah xalqımıza azad söz deyə biləcəyi günü qismət eləsin. Bir nəfər də yazır ki, rəyləri oxuyun, görün bundan da azad söz azadlığı olar. Hər kəs öz səviyyəsini göstərir. Bu xalqda irad bildirən zümrədəndir belə. Çox xoşbəxt xalqıq. 65 yaş pensiya, uşaq pulu yox, minimal pensiya 220, minimal maaş 400 manat, təbib pulsuz və dövlət xəstəxanalarında 24 saat növbə. Bundan böyük xoşbəxtlik hansı ölkədə var? İroniyada əlbəttə. Biraz aşağılara gedək. Yəni mən bu aşağılara gedək deyəndə ortaları ona görə oxumuram ki, burada güya tərif falan yazılıb İlham Əliyevə. Eyni tipli xırda-xırda sözlər yazılıb, amma məsələn Naxçıvan yoxsa Sisiyan, Qarakilsə belə-belə rəylərdir. Bu xalqın artıq kitabı bağlanıb. Azərbaycan xalqını ona görə xoşbəxt saymaq olar ki, onun çox ali milli dəyərləri, mənəvi dəyəri ölçüsüz olan incəsənəti, orijinal folkloru, çörək qoxusu verən torpağı, zəngin sərvəti və bu qədər iradə sındıran hadisələrə baxmayaraq hələ də ləyaqətliliyi ilə əskərlik təşkil edən soydaşları var. Bu gözəl şeyləri bizə heç kəs, daha doğrusu hansısa bir nəfər verməyib, heç yerdən gəlməyib. Bunlar 100 illər ərzində bu torpaqda yaşayan keyfiyyətli xarakterə sahib, başı aşağı, əli işində olan əsl ulu adamlar vasitəsilə yaranıb, miras qalıb. Əslən Qərbi Azərbaycanlıdır, orada doğulub bu Heydər Əliyev, yəqin qəsd edir adam. O qədər xoşbəxtdir ki, acından qırılırıq. Azərbaycan xalqın bir günə qoyublar, xoşbəxt yox, bədbəxt gündüyük, düzdür, xoşbəxt olanlar var. 120 deputat, o biri məmurlar, xalq bunlardan ibarət deyil. Xalq o torpaqları alan uşaqlardır. Bir başqası Muradov soyadlı birisi söyüşlə yazıb, amma mən çalışacağım onu əvəz edeyim. Lənət olsun sözləri ilə əvəz edeyim. Lənət olsun belə xoşbəxtliyə, necə də yalan danışır. Bu adamı yalan danışmaq üzrə rekordlar kitabına salmaq lazımdır. Xoşbəxt sənin biləndir Azərbaycanı, öz sərvətiniz bilirsiniz, oğru, quldur, diktator. Düz deyirlər, niyə qəbul etmirsiniz ki, burada bəziləri, o zaman Naxçıvan olmasaydı, baş qaldırmasaydı, Heydər Əliyev olmasaydı, indi Azərbaycan hansı gündə idi bilirsiniz, heç Azərbaycanın bölgələrə bölmüşdülər. Talış Respublikası yaratmaq istəyirdilər. Nə bilim, Lənkəran orada baş qaldırmışdı. Bunu istəyirdiniz. Bəli, ulu öndərimiz Heydər Əliyev olmasaydı, bugün Azərbaycan deyilən bir ölkə yox idi. Bu da tərif yorumudur. Elə xoş günə çıxmışıq ki, bütün dünya bizə paxıllıq edir. Öz xoşbəxtliyimə özümün paxıllığımdır. Partlayıram xoşbəxtliyimdən. Allah Elçi bəyə rəhmət eləsin. Burada söhbət dahi unudulmaz Heydər Əliyevdən gedir. Rəhmətlik gəldikdən sonra şəhərdə rahat gəzirdik. Elçi bəy yazığı ətrafındakılar imkan verdi ki, işləsin. Özü çağırdı da Heydər Əliyevi. Ondan sonra düzəldi da vəziyyət yavaş-yavaş. Allah Heydər Əliyevə rəhmət eləsin.
Bu da görürsüz tərifli bir nədir, yorumdur. Çox çətindir yaşayış həqiqətən. Naxçıvanlılar acından ölür. Özün dediyin sözə özün də inanmırsan. Doğru deyir. MM'də yatanların əksəriyyəti Naxçıvanlıdır. Hamısı da güya ziyalıdır. Hansı günümüzə xoşbəxtlik görəsən maraqlıdır. Çox həyasız adamsan. Bədbəxt insanıq, çox pis gündəyik. Daha o xoşbəxtlikdən əsər əlamət qalmayıb. Qazan deyir, dibim qızıldır, ləldir. Çömçə deyir, indi oradan gəlirəm. Aha. Biraz da aşağı yenə sürüşə, yavaş-yavaş. Yəni deyirəm, bu sürüşdürməyi ona görə etmirəm ki, orada tərifli sözlər var. Qarşıma çıxan 2 tərifli söz olub, ikisini də oxumuşam. Bu xalqın gələcəyi bəllidir. Çönüb hamısı yəhudi olacaq. İndidən ucunu qoymusunuz. Artıq bir Azəri xalqı olaraq Azərilik artıq dayanıb. Uşaq dünyaya gətirən yoxdur. Belə getsə yerli dibli kişiləri axtalayacaqsınız. Neysə, Allah köməyimiz olsun. Bir şeyin əvvəli olduğu kimi axırı da olur. Azərbaycana ermənidən daha çox zülm edənlər Əliyevdir. İşlədiyi dövrlər ərzində Azərbaycan xalqını Rusa kölə edib, SSR dağılması ərəfəsində məcbur olub Azərbaycana gəlib, elə oyun oynadılar, xalq hələ də özünə gələ bilmir. Bir nəfər yazıb, Ulu Öndər məncə Ermənistandandır, orada doğulub, bəlkə səhv salıram. Ürək atanlar nə yaşayır görəsən? Xalqa pul verin, toxunacdan xəbəri yoxdur. Baxın, belə çoxlu sayda yorumlar var. Bir daha deyirəm, bu hansısa müxalifətçi portalı falan deyil. Bu paylaşımı edən elə hökumət yanlı bir sosial şəbəkə səhifəsidir. Yəni mən 247 yorumun hamısını oxuya bilməzdim. Hələ üstəlik mən oxuya da orada artır daha doğrusu. Yəni doğrudan mən şaşırıb eləmədim. Çünki yəni bıçaq sümüyə dərənində insanlar nə etməlidirlər ki? Bu adam durur oradan həyasızcasına bədbəxt etdiyi insanların gözünün içinə siz xoşbəxtsiniz, xoşbəxt xalqsınız deyirsə, əlbəttə reaksiyada bu olmalıdır. Hər halda çox maraqlı bir görsənişdir. Sizi də bu hadisə deyə bilərəm, tanış etdim ki, İlham Əliyev və onun quldur aparatı bütün bu 20 neçə ildə, atasının da üstünə gəlsəz 30 neçə ildə cəmaatı hər halda ideoloji və mənəvi baxımdan axtalayıb qutara bilməyiblər. Belə reaksiyalar varsa və bu yalanlara ki, Azərbaycan xalqı rifa içində yaşayır, xoşbəxtdir falan kimi yalanlara görürsünüz, inananlar çox azdır. Hətta ora 1-2 nəfər mən qəsdən oxudum, o tərif yazanlar. Qəsdən deyəndə qarşıma çıxdı, oxudum. Fərqləndirib oxumaya da bilərdim mani olaraq, amma qəsdən oxudum ki, belə yaltaqlar da var, ya da ki, həqiqətən də həmin adamlar ilə qəşəng yaşayırlar. Çünki zaten də Azərbaycanda biz həmişə deyirik ki, əhalinin 10%-i çox yüksək həyat standartları səviyyəsində yaşayır, amma 90% səfil və sərgərdan durumdadır. Salamat olun.